Deməli, dərsimiz nə olacaq? 1917-ci il 17-ci fevral inqilabından sonra həm Rusiyada vəziyyətdən söhbət gedəcək, həm də Qafqazda vəziyyətdən söhbət gedəcək. Deməli, bir daha başlayaq uşaqlar köməkli şəkildə. Deməli, fevral Urje inqilabı başlayırdı. Hansı sualə verildi? Romanovlar. Neçənci ildə hakimiyyət? 1613-cü ildə. Deməli, Rusiyada yaranacaq nə? İki hakimiyyətlik. İki hakimiyyətlik deyəndə bir müvəqqəti hökumət olacaq, bir də Bakı Soveti. Bakı Soveti olacaq, bəli. Bakı Fəhlə Bakı Soveti yoxdur, çünki Rusiyada yaranacaq. Fəhlə deputatlar Soveti, bir də müvəqqəti hökumət yaranacaq. Rusiyada yarandı. İndi müvəqqəti hökumətin gördüyü tədbirləri, harada gördüyü tədbirlərdən danışırıq? Rusiyada. Qafqazda. Nəyə ləğv ediləcək? 1905-ci ildən yaranmış, ikinci dəfə yaranmış Qafqaz canişinliyi. Bəs Qafqaz canişinliyi birinci dəfə neçə ildə? 1814-də, 44-də, 83-cü ilə qədər. İkinci dəfə bu xatırlayırsınızda Azərbaycanda milli qırğınlar törədilmişdi daha Çarlısı tərəfindən. O ərəfədə yenidən Qafqaz canişinliyi təyin olunmuşdu. 1917-ci ilə qədər davam edəcək. Müvəqqəti hökumətin Qafqazda gördüyü tədbir, qeyd edeyim buranı Qafqaz canişinliyinin ləğv olunması olacaq. Qafqaz canişinliyinin əvəzinə yaradacaqdır nə? 1917-ci ilin martın 9-da xüsusi Cənubi Qafqaz Komitəsi. Mərkəz hansı şəhər olacaq? Tiflis şəhəri. Əgər xüsusi Cənubi Qafqaz, ümumiyyətlə komissarlıq, Seyim komitə, üçünün də tərkibinə daxil olan Cənubi Qafqaz dövlətləri olacaq. Azərbaycan, Ermənistan və Gürcüstan. Amma mərkəzi hamısının har olacaqdır? Tiflis olacaqdır. Deməli, xüsusi Cənubi Qafqaz komitəsində Azərbaycanı kim təmsil edəcək? Yusif Cəfərov 4-cü dumada Azərbaycanı təmsil edən yeganə şəxsiyyət idi. Bu Qafqazda olan tədbirlər olacaqdır müvəqqəti hökumətin. Daha sonra gəlirəm Bakıya. Müvəqqəti hökumətin Bakıda yaratdığı idarə etmə orqanı İctimai Təşkilatların İcraiyyə Komitəsi olacaq. Mərkəz Bakı şəhəri olacaq. Deməli, testə düşən əsas məqam dedi ki, rəhbər heyəti Azərbaycanlılardan təşkil olunur. Rəhbər heyəti yox, amma tərkibində Azərbaycanlılardan kimlər var? Hacıski və Məmməd Rəsulzadə var idi, bəli, doğrudur. İtkin dövründə 2 qərar verilmişdir. Qərara əsasən Bakıda 8 saatlıq iş günü tətbiq olunmuşdu. Fəhlələrlə sahibkarlar arasında barışıq imzalanmışdı. Artıq bura qeyd eləmirəm. Daha sonra ardıcılıqda nə gəlir bizdə? Fəhlə Deputatlar Soveti. Fəhlə Deputatlar Soveti. Uşaqlar, xatırlayırsınızsa bu Fəhlə Deputatları Soveti elə 1905-də də təşkil olunmuşdu. Xatırlayırsınız o Çarizmin milli qırğın siyasətində. Eynən Azərbaycanda bu qarışıqlığı boğmaqdan ötürü yaradılmışdı. Kimlər tərəfindən? Ruslar tərəfindən yaradılmışdı. Yenidən Bakıda Fəhlə Deputatları Soveti, Bakı Fəhlə Deputatları Soveti təşkil olunacaq. Kimin rəhbərliyi ilə? Stepan Şamiyan. Bəli, Bakı Fəhlə Deputatları Soveti. Bəli, Stepan Şamiyanın rəhbərliyi ilə, görürsünüz, erməni əsridir. Şamiyanın rəhbərliyi ilə yaradılmışdır. Uşaqlar, yaradılmasında məqsəd nədən ibarət idi? Azərbaycanda bu inqilabi hərəkatları boğmaq. Azərbaycanda bax, bu fevral inqilabından sonra milli partiyalar daha da fəallaşacaq. Milli şuralar yaranacaq, partiyalar yaranacaq. Xüsusilə də bunların ən böyük rəqibi hansı partiyamız idi? Türkiyədən Müsavat Partiyası. Ən bəli rəqibi, sonra da Müsavatdan da zaten Türk Ədəb Mərkəziyyət Partiyası birləşəcək, bəli. Şamiyan erməni əsrli olmuşdu və Şamiyanın yürütdüyü siyasət Azərbaycanın muxtariyyətə, eyni zamanda müstəqilliyə olan meyllərini tamamilə boğmaqdan ibarət idi ki, biz bu dövrdə nəyə çalışırdıq ümumiyyətlə? Azərbaycanda Müsavat Partiyası nəyə çalışırdı? Müsavat Partiyası Federativ ərazisinin olması, milli şuralar hamısı ona çalışırdı ki, nə istəyirdik biz? Dövlət partiyası yoluna gedirdik. Bəli, ərazi muxtariyyəti istəyirdik ilk, amma daha sonra nə istəyəcəyik? Artıq müstəqillik. Gəlin burada Müsavat Partiyasından söhbət getmişkən, bir Müsavat Partiyasının xatırlayın. 1911-ci ildə yaradılmışdı. Yaranması 1911. Nəsib bəy Yusifbəy tərəfindən. Yox, o Türkiyədən. Müsavat Partiyasının qurucusu Məmməd Əli Rəsulzadə, Abbasqulu Kəzimzadə, Tahir Ağayev tərəfindən yaradılmışdı. Burada xüsusilə Məmməd Əli Rəsulzadəni götürəcəyik. 1911-ci ildə yaranmışdı. Proqramı neçənci ildə? Açıq söz 1915-ci ildə. Amma proqramı neçənci ildə qəbul olunmuşdu? 17, 1912. O qrup 17 yazdım bura. 12 proqram. Bundan əvvəlki partiyaların yaranmasındaydı. Açıq söz qəzeti 15. Açıq söz qəzeti onun mətbuat orqanı idi. İndi burada, bugünkü dərsimizdə, fevral inqilabında biz Müsavat Partiyasının qurultayından danışacaq və o qurultayın içərisində qəbul edilmiş qərarlar testə düşür. Birinci qurultay keçiriləcək 1917-ci ildə qurultay. Qurultayda
hansı tələblər irəli sürüləcək? Qurultayda birinci tələb olmaq ibarətdir. Ərazi Bizim idarəti. Azərbaycanın tərkibində Qeyrət Partiyasının yolunu davam elətdirərək nə istəyirik? Muxtariyyət. Muxtariyyət. Kimin tərkibində? Rusiya. Rusiya, Rusiyaya federativ nə Rusiya istəyirik? olsun. Federativ. Rusiya deyir ki, federativ quruluşlu respublika olsun. Digər xalqlara da, eləcə də bizə də, indi biz sözsüz ki, özümüzdən məhsulu, muxtariyyət. İlk istədiyimiz muxtariyyət. Amma daha sonra Son vəziyyət məqsəd daha da olur. gedərsə, bizim son Vahid məqsədimiz Azərbaycan. bəli, müstəqillik olacaq. Daha sonra, Rəsmi dil, ana dili olacaq. bəli, rəsmi dil, yəni təhsilimizi heç olmasa ana dilində almalıyıq. Təhsilin ana dilində aparılması. Torpaqların Kəndlilərə əvəzsiz şəkildə əvəzsiz olaraq verilməsi. torpaqların kəndləri sadəcə bu tələb demir ki, bunları edirdi. Torpaq məsələsi olacaq. Yenə də 8 8 saatlıq saatlıq, iş. bir də biz 8 saatlıq iş rejimini harda? Burada ilk Pakistan. qəbul etdilər. 8 saatlıq iş rejimi tələbi irəli sürülmüşdür. Harda? Müsavatın birinci partiyası. Bir daha baxaq. Müsavat partiyası nə vaxt yarandı? 1911. 11-ci ildə. Kimlərin rəhbərliyi ilə? Nəsib bəy Yasmin. Tağı Kazım. Abbasqulu Kazımzadə, Tağın Burada Məhəmməd Əli Məhəmməd Rəsulzadə. Əli Rəsulzadənin birinci önə vurmalı. Yəni birinci ilə onu yadda saxlamamız kifayət edir. Daha sonra proqram nə zaman qəbul olundu? 1912-ci ildə açıq söz qəzeti 1915. olmuşdu 1915-ci ildə, amma qurultay nə zaman keçirilmişdi? 1917-də qurultayda muxtariyyət ilk, daha sonra müstəqillik, ana dili, kəndlərin əvəzsiz olaraq torpaq verilməsi və bir də 8 saatlıq iş günü. Bu oldu müsavatın birinci qurultayının tələbləri. İndi uşaqlar, gəldik nəyə? Siyasi partiyaların. Dedik ki, burada bir partiyamız var bizim, hansı ki elə fevral inqilabından sonra yaranmışdı. Türk Federalist. Türk Ədəmi Mərkəziyyət. Türk Ədəmi Mərkəziyyət Partiyası adlanırdı. Nəsib bəy Nəsib bəy Yusif Gəncədə. Harada yaradılmışdı? Gəncədə. Bundan əvvəl Gəncədə eynən bu yolla Qeyrət Partiyası neçənci ildə 5-6-da. 5-də. 1905-ci ildə, bəli. Elə onun yolunu davam edir. Daha sonra Müsavat Partiyası ilə Türk Ədəmi Mərkəziyyət Partiyası görürlər ki, Eyni bütün məqsəd. ideologiyaları eynidir. Ona görə də neçənci ildə birləşəcəklər? 1917. Bəli, 1917 uşaqlar birləşmə ayını mütləq yadda saxlayaq. Artıq bu məsələ dərsliklərdə, İyunlu. bəli, fevral inqilabı dərsində də, eləcə də Cümhuriyyətdə də bizim üçün vacib olan aylar mütləq diqqət eləməliyik. Bəli, iyun ayında düşür hansı müvəqqəti hökumətin dövrünə düşür? Yox, Bolşevik. Müvəqqəti hökumət bilirsiniz nə vaxt? Düşür martın 4-də, noyabrın 22-sinə kimi. 1917-ci ilin martından, Noyabra. bəli, 1917-ci Düşür. il düşür də. Düşür bəli. Noyabrdan qədər. Çünki iyun daxil ortada yayda olubdu, aydındırmı? Bəli, bu dövrə düşəcək. Bəs yaxşı, xüsusi Cənubi Qafqaz Komitəsinin dövrünə düşür. Xüsusi Cənubi Qafqaz Komitəsi elə müvəqqəti hökumətin mövcud olduğu dövrdə mövcud olacaq. Yenə noyabra qədər mövcud olacaq, aydındır? Deməli, iyun ayında birləşərək adlanır Türk Ədəmi Mərkəziyyət, Mərkəziyyət, Müsavat Partiyası adlanacaqdır, bəli. Daha sonra gəlirik uşaqlar. Burada həmən bu fevral inqilabı dərsliyin içərisində 2 dənə qurultay var. Bəli. Biri var, bizim Moskva qurultayı. Görəməm ki, yazacaq. Aha. Deməli, uşaqlar, Rusiyada yaşayan müsəlmanların hansı qurultayı? Moskva qurultayı. Qafqazda yaşayan müsəlmanların Bakı qurultayı. Birincisi olacaq Qafqazda yaşayan müsəlmanların Bakı qurultayı. Hansı ayda? Aprel ayında. Var orada? Bəli, 15-20 aprel Və arası. Qafqaz müsəlmanlarının Bakı. Bakı qurultayı. Qafqaz deyirsə yenə, yəni Qafqazda yaşayan bütün müsəlmanların qurultayı hansı şəhərdə keçiriləcək? Bakı. Mərkəz Bakı olacaq, bəli, Bakı qurultayında keçiriləcək. Tələb 2 dənədir. Yəni, yaxşı olar ki, bizə ərazi muxtariyyəti, təkcə biz tələb eləmirik də, bütün müsəlmanlar bunu tələb edəcək. Yenə də bir ərazi muxtariyyəti, Federativ Respublika. Nə olacaq? Federativ Respublika. Yəni, əslində qalsa birinci onu yazmalıyıq. Birincisi, yəni Rusiya üçün federasiya istəyirlər, federativ, yəni birləşmiş və orada yaşayan digər xalqlar, xüsusilə müsəlmanlara və ərazi muxtariyyəti, bəli, federasiya qurulsun Rusiya üçün. Burada da bu tələb irəli sürüləcək. Nə vaxt oldu Qafqaz müsəlmanlarının Bakı qurultayı? 1917-ci ilin, yox, fevral ayına da aid deyil. Aprel. Aprelin 15-i. Aprel.
İndi Rusiyada yaşayan Moskva qurultayı. və Rusiya müsəlmanlarının Moskva artıq şəhər hansı şəhərdir? Moskva. Moskva şəhərində keçirilir qurultay. Bir ay sonra. Hansı ayda olacaq? Mayda. Eyni iradidir, bir ay sonra. Yenə iki tələb irəli sürülür, eyni. Federasiya. Amma bir məsələ var. Müdahil. Yəni Rusiya üçün federasiya, federativ respublikası qurulsun. Azərbaycana və digər millətlərə Türk müsəlmanlar. muxtariyyət. Uşaqlar. Və burada artıq qətnamə kimi qəbul ediləcək bu. Qətnamə söhbəti buraya. Yəni bu tələblər qətnamə şəklində imzalanacaq. Aydındır? Daha sonra biz gəlirik nəyə? Müvəqqəti hökumətlərə danışdıq. Müvəqqəti hökumətə bunları hələ silirəm. Oktyabr çevrilişindən. Oktyabr çevrilişindən başlayacaq. Veya ki fevral inqilabı idi, çevrilişi idi. İndi isə oktyabr çevrilişindən. Dediyimiz kimi qurulmuş hakimiyyət orqanları müvəqqəti hökuməti idi. Yəni müvəqqəti idi hakimiyyətdə. 1917-ci ilin oktyabrında baş verəcəklər çevriliş. 1917-ci ilin oktyabrında nə gedəcək? Müvəqqəti hökumət. Müvəqqəti hökumət Rusiyada gedir də, yəni Rusiya başdan idarə olunur. Rusiyada müvəqqəti hökumətin yerinə Xalq Komissarlar Soveti. Bolşeviklər kimin rəhbərliyi ilə? Lenin. rəhbərliyi ilə. Bolşeviklər hakimiyyətə gələcək. Bolşevik. Yəni noyabrdan artıq fəaliyyətlərini rəsmiləşdirəcəklər, başlayacaqlar fəaliyyətə. Və beləliklə Rusiyada nə hakimiyyəti qurulacaq uşaqlar? Sovet. Sovet hakimiyyəti qurulur. Kimin rəhbərliyi ilə? Lenin. Lenin rəhbərliyi ilə Sovet hakimiyyəti quruldu. Bolşeviklər gəldi hakimiyyətə. Harda? Rusiyada. Oktyabr çevrilişindən sonra indi gələk görək Qafqazda nə zikredəcək? Qafqazda da çevriliş olacaq. Hansı ki, müvəqqəti hökumət devriləndən sonra müvəqqəti hökumətin Qafqazdakı idarəetmə orqanı nə idi? Xüsusi Cənubi Qafqaz Komissiyası. Yaranmış Bolşevik Sovet hakimiyyətini tanımır, imtina edəcək. Ona görə bu da sübut edəcək normal olaraq. Və Qafqazda bir qurum yaradılır. Xalq Komissarlar Soveti. Bəli, yaranacaq Cənubi Qafqaz komissarlar. Cənubi Qafqaz, xüsusi Cənubi Qafqaz komissarlığı yaranacaq. Aydındır. Bunun Qafqazdakı yəni bundan sonra yaranan. Amma əslində olsa xüsusi Cənubi Qafqaz komissarlığı da Sovet hakimiyyətinə qarşı idi. Amma yəni bir qurum yaradılmalıdır. Aydındır mı? Yaranacaq noyabrda 1917-ci ilin noyabrında xüsusi Cənubi Qafqaz komissarlığı. Nəydən sonra yaranır? Müvəqqəti hökumət devriləndən. Bolşeviklər. Yəni nədən sonra? Sovet Oktyabr hakimiyyəti. İnqilabdan sonra. Yaranmış, harada yaranmış? Qafqazda yaranmış idarəetmə orqanı idi. Xüsusi Cənubi Qafqaz Komitəsinin mövcud olduğu vaxtlar 1917-ci ilin noyabrından bir neçə ay fəaliyyət göstərəcək. 1918-ci ilin fevralın əvvəlinə qədər mövcud olacaq. Onlar qədər. Aydındır. Bu nə oldu? Xüsusi Cənubi Qafqaz Komissarlığı yeni ərazisinə daxil olan dövlətlər Azərbaycan, Ermənistan, Gürcüstan. Harada quruldu bu? Qafqazda qurulacaq. İndi testə düşən növbəti bir məqam. Deyir ki, xüsusi Cənubi Qafqaz Komissarlığının gördüyü, atdığı ilk addım, ilk iş nə olacaq? Osmanlı ilə Ərzincan sazişi. ən vacib suallardan biridir, çox testə düşür. Ərzincan barışığı olacaq 1917-ci ilin 5 dekabrında. Ərzincan barışığına əsasən Qafqaz cəbhəsində müharibə dayanır. Dayanmalıydı. Bunu Osmanlı tələb edir. Hardan tələb edir? Cənubi Qafqaz Komissarlığının ikisi arasında imza alınacaq. Aydındır. Xüsusi deməli Qafqaz cəbhəsində müharibə xatırlayırıq. Birinci Dünya müharibəsi ilə elə başlayan ildə sayılmış əməliyyat falan, yəni orada baş vermişdi Rusiya ilə Osmanlı arasında. Qafqaz cəbhəsində müharibə dayanmalı idi. Rus qoşunları tərk silah edilməli idi. Və geri qayıdan Rus qoşunları ümumiyyətlə cəbhədə silahlarını qoyub getməliydilər, amma geri qayıdarkən deməli xristianlara verəcəklər silahlarını, orada mat soyqırımında bizə qarşı çevriləcək. Uşaqlar, Cənubi Qafqaz Komissarlığının gördüyü ilk iş hansı iş oldu? Ərzincan sazişi. Ərzincan sazişinə nə deyilirdi? Tərk silah olunmalıydı Bir də əsgərlər. Qafqaz cəbhəsində Müharibə dayandırılmalıydı. Ruslar Qafqazı yəni oradan çıxarılmalıydı. Aydındır. Çünki Rusiyada onsuz da zaten çevriliş olubdu, vəziyyət yaxşı deyildi.
Daha sonra gəldik uşaqlar komissarlığın dövründə. Komissarlıq hansı aylarda fəaliyyət göstərir? Noyabr, fevral. 1917 noyabrın 18-in fevralına qədər mövcud olacaq. Bir də yaranacaq bizdə nə? Müsəlman Millət Şurası. Milli Korpusu. Bilirsiniz nə var? Rəhbəri olacaq Əliağa Şıxlinski. Bunu hardan tanıyırıq biz? Hə. Birinci Dünya Dünya müharibəsi. müharibəsində Şıxlinski Üçbucağı, üçbucağı, Petrogradın toplarda müdafiəsi. Artilleriyanın. Bəli, tam artilleriya Allaha adlandırılmışdı. Rusiya artilleriya mühəndisliyi məktəbinin Allaha adlandırılmışdı. Eyni zamanda da həm Rusiyanın, Fransanın digər dövlətlərin mükafatları ilə mükafatlandırılmışdı. Həmin Əliağa Şıxlinski bizim generalımızdır. Əliağa Şıxlinskinin rəhbərliyi və Müsəlman Milli Korpusu bilirsiniz nə deməkdir? Yəni Müsəlman Milli ordusu yaradılacaqdır. Nə vaxtı? 1917-ci ilin 29 dekabrında. Komissarlığın gördüyü iki kişi oldu. Nə oldu? Milli Korpus Erzincan yaradıldı. sazişi adını yazmışam. Hansı? Kimdən imzalanır? Osmanlı. Osmanlı imzalanacaq. Qafqaz cəbhəsində müharibələr dayanacaqdı və Rus qoşunları Qafqazdan çıxıb tərk sahillərə çıxılmalıydı. Və bir də nə yaranacaq? Müsəlman ordusu. Kimin rəhbərliyi ilə? Əliağa Şıxlinskinin nə vaxtı? 1917-ci ilin dekabrın 29-da. Burada bizim komissarlığımızdır. Deməli uşaqlar, gəlirəm indi nəyə? Seyim. Seyim yarandı nə vaxtı? Komissarlıq sübut etdikdən sonra. Harada yaranacaq? Qafqazda. Gəlin buranı silin, indi mən sizə. Bu dərsin üçün aiddir. Bəli, bəli. Bu dərsdə Sadəcə olaraq sizin kitablarda, bəzi nəşrlərdə, yeni nəşrlərdə Mars soyğununun içərisində verilir bu məqamlar, amma hamısı var. Amma biraz köhnə nəşrlərdə hamısı birlikdə verilir və oradan oxumağınız daha məsləhətlidir. Çünki çaşacaqsınız belə, yarısını oradan, yarısını buradan oxumaqlar. Uşaqlar, gəlin bir daha təkrara qayıdaq. Müvəqqəti hökumət nə zaman yarandı? 4 mart 1917-ci il. 17-ci ildə. Müvəqqəti hökumətin Qafqazda idarə etmə orqanı nə idi? İtik. Yox, Qafqaz. O Bakıda idi. Xüsusi Cənub Qafqaz Komitəsi. Deməli, üç qurum var Qafqazda. Mən indi bunları niyə ümumi yazıram? Çox vacibdir əzbərləmək. Xüsusi Cənub Qafqaz Komitəsi mövcud oldu 1917-ci ilin martından hansı ayına qədər? Noyabrına qədər. Oktyabr çevrilişindən sonra, yəni noyabrda artıq digəri başlayacaq, oktyabrda demək olar. Xüsusi Cənub Qafqaz Komitəsi tərkibinə daxil idi Tiflis, Ermənistan və Gürcüstan. Yəni Gürcüstan, Ermənistan və Azərbaycan ərazisi daxil idi. Xüsusi Cənub Qafqaz Komitəsinin dövründə olmuş hadisələri dedik. Aydındır. İndi gəlirəm nəyə? Komissarlıq nə vaxt oldu? Xüsusi Cənubi Qafqaz 1917-ci il. aylarında. Noyabrdan 1918-in fevral kimi. Gördüyü işlərdə dedik. Nə oldu? Erzincan sazişinin imzalanması oldu. Əliağa Şıxlinskinin. Əliağa Şıxlinskinin rəhbərliyi ilə milli ordunun yaradılması olacaq. Daha sonra da indi keçirəm nəyə? Xüsusi Cənubi Qafqaz nəyinə? Seyiminə. Xüsusi Cənubi Qafqaz Seyim. Seyim qanunverici orqanı idi. Polşada yaradılmışdı və Polşa Rusiyadan ayrıldığına görə elə onun adından, yəni yürürlanaraq götürmüşdülər bunu. Xüsusi Cənubi Qafqaz Seyimi mövcudluğunu deyək, nə vaxt yarandı? 1918-ci ilin fevralın 23-dən. Uşaqlar, deməli, xüsusi Cənubi Qafqaz Seyiminin sübutundan 2 gün sonra Cumhuriyyət yaranacaq. Yəni, Fevralın 5. Yəni Seyim 28. bu dövrlərdə mövcud olmuşdur. Yenə də Seyimə söhbət əgər qabağında, qarşısında Cənubi Qafqazdan gedirsə, 3 dövrət daxil idi. Gəlin baxaq, xüsusi Cənubi Qafqaz Seyimin hansı işləri görmüşdür? Xüsusi Cənubi Qafqaz Seyimi Trabzon konfransı çağırılacaq. 1918-ci ilin martından aprelinə qədər hardasa bir ay Trabzon konfransı. Uşaqlar, bir şey unutduq demək. Brest-Litovsk sülhünü unutmadık, elə bura düşəcək. Birinci Trabzon konfransından başlayaq, sonra istəyirsiniz onu deyək. Brest-Litovsk sülhünə vaxt oldu. Rusiya çıxmışdı müharibədə 1918-ci ildə. Tam deyək. İngiltərə.
1918. Brest-Litovsk Martda. Aynen. 3 Mart. Düşür, hara düşür? Seymə düşür, komissarlığa Bəli. düşür, yoxsa komitəyə düşür? Seymen düşür. Əlbəttə seymə düşür, bəli. Nə oldu? Brest, Litovsk. Litovsk sülhü. Hansı dövlət müharibəni tərk edir? Rusiya. Rusya. Rusiya. İndi uşaqlar, Sovet xatırlayırsınız siz, biz nə keçmişdik? Bir dənə ümumi tarixə gedək. Hansı müqaviləyə əsasən Rusiya, Qars, Ərdoğan, Batını ələ keçirmişdi? Paris. Yox. Berlin. Berlin neçənci ildə olmuşdu? 78-də. 1888-ci ildə. İndi Brest-Litovsk sülhünün Qafqaza aid maddələrində Rusiya məğlub oldu axı, müharibəni tərk elədi və tələb edirlər ki, onu Rusiyadan Qars, Ərdoğan, Batını dərhal boşaltsın. Nə vaxt ələ keçirmişdi? 1878-ci ildə. Aydındır. Kim tələb edir? Seym tələb edir. Deməli, Brest-Litovsk sülhünün biz ümumi tarixdən cəmi bir maddəsini keçmişik ki, Rusiya müharibəni tərk edəcək, müharibədən çıxacaq. Hatırlayırıq. Bəli. Bəs yaxşı, Brest-Litovsk sülhünü mən ümumi tarixdən keçəndə də demişdim. Çarizmi imzalayır, Sovet. Sovetlər imzalayacaq, Bolşeviklər. Çünki Bolşeviklər gəlib oktyabr çevrilişindən sonra hakimiyyətə, hələ də onlar hakimiyyətdədir. Aydındır mı? Bəli. Deməli, Brest-Litovsk sülhünə əsasən Rusiya 1-ci Dünya müharibəsini tərk edəcək və Berlin konqresində ələ keçirdiyi 3 ərazini dərhal boşaltmalı idi. Hansı ərazilər oldu? Qars, Ərdoğan, Batum. Deyir ki, Brest-Litovsk sülhünün Qafqaza dair maddələrini təyin edib. Bax, budur. Hansı ərazilər? Qars, Ərdoğan. Ərdoğan. Batum. Batumu dərhal boşaltmalı idi. Bu da düşür nəyin fəaliyyətinə? Seymin fəaliyyətinə düşəcək. Daha sonra gəldik Trabzon. Bu artıq görək kimlər arasında keçirilmiş bir Trabzon konfransı idi. Yenə də deyirəm, 1918-ci ilin mart və aprel aylarında 14-dən 13-nə qədər elə bir ay davam etmişdi. Trabzon konfransı. Trabzon konfransı Seym ilə Osmanlı arasında keçirilmiş bir müzakirə idi ki, Osmanlı tələb edirdi ki, birincisi olaraq elə bu əraziləri dərhal boşaldır. Müstəqillik Bəli, deyirdi ki, əgər siz həqiqətən də ciddi bir qurumsunuzsa, mənim sizlə müqavilə imzalamağımı istəyirsinizsə, özünüzü Rusiyadan bağımsız şəkildə elan edin və müstəqilliyinizi elan edin. Aydındırmı? Bunlar da hələ ona bir o qədər də razı deyildilər. Sözsüz ki, Rusiya ilə qarşı durmaya razı deyildilər. Onu bir o qədər də ciddiyə almırlar, tələb eləmirlər. Digər bir tərəfdən Trabzon konfransında bu 3 ərazi var, Qars, Ərdoğan, Batum. Bu ərazilərin Qafqazda saxlanması uğrunda bir mübarizə düşür. Biz deyəndə Azərbaycan, Gürcüstanla eyni fikirdəydik. Biz Batum istəyirdik ki, Qafqazın tərkibində qalsın. Nə üçün? Günü bu bir elədi. Yəni, Azərbaycan neftinin Avropaya daşınması Batum neft kəməri vasitəsilə, bəli. Yəni, bizim burada iqtisadi marağımız var idi. İki dövlət olaraq, Azərbaycanın və Gürcüstanın. Aydındır mı? Ermənistan isə buranı istəyirdi. Haranı? Qarsı. Belə bir fikir ayrılıqları baş verir. Fikir ayrılıqlarından sonra Osmanlının özünü müstəqil elan et tələbinə də müsbət yanaşılmır. Biz yox, yəni Azərbaycan istisna, Ermənistan və Gürcüstan müharibə elan edəcək. Hara? Türkiye. Bəli, Osmanlıya müharibə elan edəcək. Osmanlı ilə Cənubi Qafqaz Seymi arasında müharibə baş verəcək. Və bu müharibədə qalib gələcək kim? Osmanlı dövləti qalib gələcək. Osmanlı dövləti qalib gəldikdən sonra onun qoyduğu tələblər yerinə yetiriləcək. Batum konfransında. Nə tələbləri sürmüşdü? Müstəqilliyini elan etdi, bəli. Və yaranacaq 1918-ci il 22 apreldə nə yaranacaq? Federativ Respublika. Cənubi Qafqazda, bəli, müstəqil Federativ Respublikası. Cənubi Qafqaz müstəqil Federativ Respublikası. Nə vaxta qədər? Bir ay çəkəcəklər. Mayın 26-sına qədər. Bir aydan da biraz artıq. Uşaqlar, nə yarandı? Deməli, Seym ilə Osmanlı arasında müharibədə kim qələbə çaldı? Osmanlılar qələbə çaldı. Osmanlı qələbə çaldıqdan sonra təqsirkar olaraq Seymi cəzalandıracaq. Deyəcək ki, mənə bəzi əraziləri güzəştə getməlisən təqsirkar olaraq. Eyni zamanda da artıq onun qoyduğu tələb yerinə yetiriləcək. Belə ki, Seyim özünü tərkibində müstəqil Federativ Respublika yaranması ideyasını qəbul edəcək.
Cənubi Qafqaz Müstəqil Federativ Respublikası mövcud olacaq 22 apreldən 26 Mayın maya qədər. 26 mayda Seymin sonuncu iclasında bu Seymi tərk edən birinci dövlət hansı dövlət olacaq? Gürcüstan. Almaniyanın köməkliyi ilə. Seymin, bax, bu Seymin sonuncu iclası mayın 26-sında olub. Birinci Gürcüstan tərk edəcək və müstəqil olacaq. 2 gündən sonra Azərbaycan ay neçəsində? 28 May. 28 mayda Cumhuriyyət yaranacaq. Bəli. Bəs Ermənistan bir gün sonra, 29 mayda isə Ermənistan müstəqilliyini elan edəcək. Yəni, biraz